Argentina eyni zamanda öz məqsədinə çirkli, iyrənc yollarla çatan bir milli olub. Ona görə Argentina daima belə bir təzadlı bir imic olub. Deşam İspanlara uduzdu, yoxsa İspanlar sadəcə çox güclü idilər? Bütün millətlər olsaydı, Braziliya olsun, İtaliya olsun, Diego Armando Maradona'nın Tanrının əli yox, Tanrının qolu ikinci qol eləyərdilər. Argentinalılarsa qaydaları pozan, oğurluq qolu Tanrının əli eləyirlər. Bu Argentina mentalitetinin göstəricisidir. Məsələn, Ronaldonun da səhv eləmirəmsə 3 oyunluq cəzası var idi. 2 oyunluq cəzası var idi. Adam Ağ Evə getdi, gəldi, bu söhbət həll oldu. Necə oldu bilmirəm. Ronaldo fərqi odur ki, bu dünya çempionatından əvvəl olmuşdu. Ona görə bunu yenidə normal həzm elədilər. Bir də var dünya çempionatının içində. Amma yəni aktiv bir cəza idi da. Yəni bu oyunçu ilk 2 oyunu buraxmalı idi. Bəli, hətta Messinin bu qədər heyt almağın ən böyük günahkarlarından biri Gianni Infantino'dur. Adam özünü idarə etməkdənsə Messi qol vuranda elə bil o öz oğlunun uğuruna sevinən ana olur. Baxır, ay Allah, mənim uşağım belədir. Onda Neymarı buraxmaq məntiqli olardı ki, 10 nömrədir. Oyun rəqibin meydana aid 3-1-ə aid olan hissədə gedir və sənin şansların olacaq. Amma belə oyunda hardakı Norveç kimi sənə topu vermədi. Orada Neymarı buraxmaq çox absurd bir qərar idi. Dostlar, xoş gördük. Bu bir qədər qeyri-standart və qeyri-formal bir formatdır. Biz hardasa burada podkast formatını eksperimentdən keçiririk. Burada biz ümumi böyük mövzulardan danışacağıq, hansını ki analizdə sıxışdıra bilmirik. Onlar haqqında analizdə danışmaq bir qədər məqsədə uyğun deyil. Odur ki, kamera qarşısında daim olduğu kimi mən, arxasında isə Əli olacaq. O mənə suallarını verəcək, mən o suallara cavab verəcəm. Bu format uğurlu olarsa yaxın gələcəkdə əlbəttə ki, sizin suallarınıza da mən cavab verməyə çalışacağam. Getdik. Cahit, xoş gördük bir də. Xoş gördük Əli. Bu buraxılışda mundialdan danışacağıq. Kifayət qədər çox istək var. Bəlli olan mövzularda açığı hamı istəyir ki, biz Messi məsələsindən, FIFA'nın Messiyə olan bu yaxşılıqlarından danışaq. Amma gəl bunu bütövlükdə əhatə eləyək. Ümumiyyətlə bu son mundial necə bir təsir bağışladı sənə? Əslində mundial bir tərəfdən maraqlı oldu, təzadlı oldu. Yəni şəxsən mənim üçün subyektiv prizmamdan maraqlı aspektləri nə idi? Biz həm veriliş çəkirdik, həm mən ictimai TV-də çıxış edirdim. Ona görə o sənin çiyinlərinə bir qədər də başqa məsuliyyət yükləyir. Məsəl üçün bəzi ola bilərdi, elə oyunlar ola bilirdi ki, mən oyunlara baxmaya bilərdim. Sonradan onların fraqmentinə və ya 2 sürətlə baxa bilərdim. Xüsusilə səhər tezdən olan oyunlar, məsələn saat 5-də olan maçlar var idi. Amma məcbur oldum oyunlara baxdım. Bu biz yuxu rejimi nəyi varsa pozdu və bu hətta istədiyim ki, belə ciddi təsir edirdi adamın düşünməyinə belə. Amma günün sonunda maraqlı mundial oldu, düzdür. İlk adam təzə-təzə bir növ isti sənə maraqlı mundial kimi gəlir, amma məncə 1-2 aydan sonra biz bu sualı özümüzə versək, bizə maraqlı olacaq bu mundial necə keçdi. Ümumilikdə deyə bilərik ki, mundial çox maraqlı keçdi, amma əlbəttə ki, top 5 mundial deməzdik də bunda. Ümumiyyətlə Atletikin belə bir sıralaması var idi. O sıralamada bu mundial 23-ün arasında 9-11-ci yerdə idi. Mənə bir sənə maraqlıdır. Bu mundialda həm biz kontent çəkdik, həm sən ayrıca İTV-də çıxış elədin. Bu arada orada bir yerdə veriliş apardığın əməkdaşlara da buradan salam göndərək. Çox gözəl mənə elə gəlir ki, əməkdaşlıq oldu. Zövq ala bildin ümumiyyətlə mundialdan? Bəli, nəzərə alsaq ki, İngiltərə millisi də demək olar ki, sona qədər getdi, 3-cü yer tutdu, amma çox tarixi qələbələr də qazandı və fantastik maçlar da, fantastik millilər də var idi. Yeganə bir qədər ümumi mənzərəni korlayan Türkiyə millisi oldu. Ondan başqa deyə bilərəm ki, çox zövq aldım. Həm təcrübə baxımından, həm də ki oyunlar baxımından. Əla, sevindim. Mən görürdüm necə intensiv keçirdi. Mən düşünürdüm ki, sənin üçün bu artıq belə çox ciddi bir işə çevrilib, nəinki zövq almaq. Amma sevindim ki, zövq ala bilmirsən. Bir şey deyim də, hətta orada bax belə bir yadımda indiyə kimi İngiltərə, Norveç, Argentina, İsveçrə oynayır, İngiltərə 1-də oynayır. Vaxt əlavə vaxta gedir. Oyun saat 4-də işləmiş bitir. Mən İTV-də Viz Libero ilə oyunları analiz eləməliydik epizodları. Ona görə artıq birisi ondan sonra oyunu İTV YouTube kanalında verdiyinə görə o YouTube kanalından baxa-baxa seçdiyim time kodlarla, yəni vaxtları bir daha üstündən keçərək həmin maçı analiz elədim. Hardasa saat 5-in yarısı falan belə bir şeydi qurtardım. Saat 5-də Argentina İsveçrə oyunu oldu. O oyunda 8-də qurtardı və çox ağır oyun idi baxmağa açıq deyimsə. Və ondan sonra hardasa mən 9-da bitirdim. Daha doğrusu 8-də bitirdim hər şeyi. Ondan sonra bir futbol məşqinə getdim. Ondan sonra getdim İTV-yə. Yəni təsəvvür götür gün necə məcrada keçir. Və ondan sonra gəldik biz çəkiliş. O gün elə onu deyəcəyəm ki, o günü mən yaxşı xatırlayıram. Həm bu yaxınlarda olub, yaxın bir keçmişdə olub, həm də bizim də çəkilişimiz var idi. Mən görmüşdüm sənin vəziyyəti. Geridə qoyduq. Gözəl, maraqlı bir turnir idi. Yaxşısı ilə, yaxşı tərəfləri ilə, pis tərəfləri ilə maraqlı bir turnir idi. Mənə
ən çox maraqlı olan sənin yeni qaydalara olan reaksiyandır. Yəni nə düşünürsən? Bu qaydalar əbədi olaraq qalacaqmı və ya qalmağa layiqdirmi? Məsələn, mən şəxsən düşünürəm ki, çox yaxşı qaydalar var, hansı ki oyunun tempini artırmağa birbaşa xidmət elədi. Qapıcıda top artıq qalmırdı, heç kim özünü yalandan yerə ata bilmirdi. Outda vaxt çox limitli idi, uzada bilmirdilər oyunu. Bu kimi yaxşı qaydaların yanında bir də su fasiləsi qaydası var idi. Məsələn, hansı ki bütün işləri korlayırdı. Sən necə fikirləşirsən? Yəni davamlı olmağa layiq olan qaydalar və ya çıxarılmalı olan yeniliklər hansılardır? Sən özün hətta burada dedin və o ziddiyyət orada yarandı ki, bir tərəfdən bəli bütün qaydalar oyunun tempini, sürətini, intensivliyini artırmağa yönəlmişdi, amma həmin tempin ən böyük düşməni su fasiləsidir və ümumiyyətlə indi bu dünya çempionatında belə bir trend yaranıb ki, növbəti dünya çempionatında da heç bir şübhə yoxdur ki, bu su fasiləsi olacaq. Çünki növbəti dünya çempionatı yayda daha isti region sayılan İspaniya, Mərakeş və Portuqaliyada olacaq. Ona görə də əslində tempi öldürmək istəyən komandalar üçün əslində su fasiləsi yaxşıdır. Amma digər qaydalar var, xüsusilə də Cənubi Amerika klubu millilərinin qənimi olacaq qayda var ki, o da ki, əlini ağzına tutub nəsə söz demək rəqib oyunçuya, sonra eyni zamanda bəli qapıçıya sayılan vaxt vermək, onlar hamısı müsbət qərardır. Hətta Embolonun məşhur qalmaqallı situasiyasında da adam simulyasiya elədi. Orada sarı kartı yanlış yerə verildiyinə görə, hətta kornerləri belə yanlış verildiyinə görə edilən qaydalar məncə birmənalı şəkildə proqressiv qayda kimi qəbul olunmalıdır. Bu mundialın sənə görə ən yaxşı sürpriz komandası, yəni yaxşı mənada sürpriz komandası, səni yaxşı mənada təəccübləndirən komandası kimi idi? Əslində yaxşı sualdır. Müxtəlif turnirin müxtəlif anında mən müxtəlif cavab verərdim. Birinci olaraq mən Deşamdan adi Deşam oyunu gözləyirdim. 3 dayaq yarım müdafiəçisi ilə müdafiə oyunu, Qarat oyunu, amma Deşam bizi təəccübləndirdi ki, belə oynamadı. Amma Fransa yarım finalda bir qədər bir növ onun elə maşından təkəri buraxdı, belə deyək, layiqli şəkildə. Məni çox təəccübləndirən İspanların oyun boğmağı idi. Yəni nəyə görə deyirəm? Çünki İspaniya millisi Lamine Yamal 2 il əvvəlki formasında deyil, zədədəndir, özünə gəlməyib. İspaniya millisinin sol cinahı yoxdur. Alex Baena Atletico Madridin ehtiyat oyunçular skamyasının oyunçusudur. Nico Williams hansı ki ehtiyat oyunçular skamyasına girib finalda qələbə topunun pasını atdı. Həmin oyunçu Atletico Bilbao'da çox bərbad, zədəli mövsüm keçirib. Üstəlik İspaniya millisinin qapıçısı əslində İspaniya 3-cü qapıçısıdır, ən yaxşı qapıçıdır. Bizə çox ilişirdilər bu məsələyə görə. Biz nə vaxt deyirdik ki, Unai Simon olmamalıdır qapıda. Çıxırdılar. Yəni bəzi bir neçə belə izləyici var idi ki, bizə deyirdi ki, nə istəyirsə adam qolu buraxmır. Amma iş orasındaydı ki, qapıya zərbə vura bilirdilər. Bəli, hətta İspaniya ən böyük problemi mövqələrindən biri İspaniya mərkəz müdafiəsidir. Biri baxın Aymeric Laporte ötən Avro çempionatında, yəni 2024-cü ildə Manchester City müdafiəçisi idi. Təzə Ərəbistana keçmişdi. Adam 2 ildir Ərəbistanda oynayır. Ərəbistan çempionatı ilə əlbəttə ki, Avropanın top çempionatı bir deyil. Pau Kubarsi fantastik futbolçudur, amma Pau Kubarsi müdafiə olunmaq lazım olan oyunlara uyğun deyil. Lakin nəzərə alsaq ki, İspaniya millisi hardakısa klassik İspan klubu kimi oynayır, yəni Barcelona kimi oynayır. Harda ki, sən əsasən topdan istifadə edirsən ki, onu yuxarı qaldırasan, Kubarsi ideal müdafiəçidir. Bizim ağlımıza gəlməzdi ki, Pedro Porro bu qədər fantastik transfer olar. Bax, haqqını vermək lazımdır De La Fuente'nin, çünki əvvəlcə o Lorient'in orada sınırdı, amma Lorient Atletico Madridin daha müdafiə versiyasıdır. Mən Capo Verde deyə bilərəm, çünki Capo Verde bir qədər təəccübləndirdi, amma Capo Verde hər kəs deyənə demirəm. Amma başqa bir təəccübləndirən federasiya Afrika oldu. Çünki Afrikanın bildiyimiz kimi 10 milli komandasından 9-u play-off'a vəsiqə qazandı və biz indi düzdür burada sırf olaraq günə 2 video çəkmirik deyənə biz göstərə bilərdik ki, Afrika millilərinin özəlliyi nədən ibarətdir? Biz bilirik ki, Avropanın standartlaşdırılmış, bir qəlbiləşmiş bir hazırlıqları var. Amerikalıların yəni Cənubi Amerikalıların elə bir formatı var. Məsələn, Argentina futbol fəlsəfəsi bir cürdür, Braziliya futbol fəlsəfəsi bir cürdür. Paragvay məsələn Braziliyaya oxşamaq istəyir, Uruqvay Argentinaya oxşamaq istəyir. Afrikalılar elə bil ki, özləri həm standart metodları götürüblər, öz başlarına görə interpretasiya edib, öz futbol reallıqlarına görə unikal həllər götürmüşlər. Məsələn, mənə görə ən fantastik məşq gedişlərindən biri Konqonun baş məşqçisi Dezebir, adını pis səhv deyə bilərəm. Tuchel oyundan əvvəl deyir ki, biz gözləyirik ki, Konqo, Kolumbiya, Portuqaliya oyunda olduğu kimi 5-3-2 formatsiyasında müdafiə olunacaq. Konqo gətirib birinci 23 dəqiqədə su fasiləsində qədər İngiltərə meydandan süpürür, 75% topa sahib olur və 4-4-2 aqressiv pressing gedir orta blokla. Ya bu fantastik bir gediş idi və belə gedişlər Afrika millilərindən çox idi. Hətta o qalmaqallı Misir-Argentin oyunda da orada bəzi məqamlar başqa cür getsəydi, Misir yarımfinalda belə çıxa bilər. 4-1-ə daha sonra çıxa bilərdi, 8-1-də uduzdu. Bu Afrika məsələsində
əslində girişdə də bu yeni qaydalar məsələsində də bunu deməli idim, unutdum. Afrika dedin, yadıma düşdü. 48 ölkə məsələsini ona görə uğurlu saymaq olar ki, biz daha çox millinin, daha yeni identitaların belə deyək də yaranışını gördük. Bunun səncə bir əlaqəsi var, yoxsa? Bəli, əlbəttə əvvəl Afrikaya çox az milli verilirdi. Ən çox kvota artıran millilərdən, ən çox kvota artıran federasiyalardan biri Afrika oldu. Birmənalı şəkildə Afrika və ən maraqlı oldu ki, biz Avropa çempionatının 16 komandadan 24 komandaya qalxanda gördük ki, nə qədər darıxdırıcı 0-0-lıq, 1-0-lıq oyunlar olur, amma bu mundialda ki, bir konfederasiyanın, yəni Avropanın təkcə milliləri deyil, burada fərqli mədəniyyətlər, fərqli futbol fəlsəfələri bir-birinə birləşdi, bir-birinə belə kəllə-kəlləyə gəldi. Ona görə fantastik bir mundial izləyə bildik. Amma bunun qarşılığında mənə elə gəlir, bilmirəm, bəlkə sən razı olmayacaqsan, mənə elə gəlir ki, qrup oyunlarında 3-cü yerdə çıxmağa başladı axı, belə format dəyişdi deyə 3-cü yerdə artıq çıxa bilirdi. Elə bil qrupda risk ehtimalı biraz endi. Yəni bir birlik, yəni 2 dənə heç-heçə eləyib qrupdan çıxan millilər oldu deyə hesablanmışdı ki, artıq bu belə bəs eləyir də. Sanki qrup o qədər də həyəcanlı keçmədi elə bil. Birmənalı şəkildə, çünki əgər qrup mərhələsində bir qələbə qazanırsa, bir heç şey eləyirdinsə, artıq növbəti mərhələyə vəsiqə qazanırdın. Burada problem nə deyərdim? Artıq FIFA oyunu əlçatan etmək istəyir. Yəni FIFA-nın pul qazanmaq, ümumiyyətlə işi aparmaq metodu nədir ki, bir tərəfdən məntiqi başa düşmək olar. Mümkün qədər çox ölkə orada iştirak etsə, o qədər həmin turnirə maraq olacaq. Və hətta indi deyilir ki, Şimali Amerika Futbol Federasiyasının prezidenti qeyri-rəsmi şəkildə deyib ki, FIFA ciddi şəkildə 64 komanda müzakirə edir. Çünki riyazi olaraq əslində 32-dən sonra 48-dən sonra 64 işləyir ki, hardakı sənin 16 qrupun var və 16 qrupda 4 komanda var və o 4 komandanın ikisi çıxır. Çünki belə üçüncülərdə xaos yaranır. Ona görə yəni bir tərəfdən başa düşmək olar, amma digər tərəfdən 48 komanda yəni etiraf eləyək ki, çox uğurlu eksperiment oldu. Amma əlbəttə ki, top millilər üçün, hətta orta millilər üçün bundan sonra dünya çempionatına düşmək o qədər də çətin bir iş deyil. Razıyam. Mən yaxşı mənada sürpriz deyəndə şəxsən mənim ağlıma Norveç gəlirdi. Sən heç Norveç haqqında danışmadın, ona görə istədim elə oran mən toxunum o mövzuya ki, Norveç mənə görə sürpriz idi. Bəlkə sən gözləyirdin ondan belə bir nəticəni, amma mən bura qədər gələcəyini gözləmirdim. Norveç yaxşı komanda idi. Etiraf edək ki, çox maraqlı Seneqal üzərində qələbəsi oldu. Sonra eyni zamanda Côte d'Ivoire gözəl normal, yəni layiqli futbolla məğlub etdi, amma biz həmişə Norveçi danışanda Braziliya üzərində qələbəsinə görə Norveçdən danışırıq və ingilislərlə çox yaxşı oynadığına görə, amma Norveç Braziliya uduzmalı idi. Yəni nə qədər fantastik olsa da Erling Haalandı bütün dünya kəşf edib sevsə də, Braziliya millisinin kifayət qədər epizodu vardı ki, Norveçlə hesabda önə keçdin. Orada biz məşqi səhvlərindən danışanda yəqin toxunacaq Carlo Ancelotti'nin gedişinə. O həmin məşqi səhvi olmasaydı, ya məşqi səhvi deməzdim, hətta Endrik peşəkar futbolçudur, qapıçı təkbətər çıxır, qapıçının başına rahat top atsaydı, mən əminəm ki, Braziliya Norveçi mübarizədən kənarlaşdırardı. Amma əlbəttə ki, Norveçdən danışmaq lazımdır uğurlu bir komanda kimi, çünki sonuncu dəfə dünya çempionatı 1998-də qatılmışdılar. Eyni zamanda Norveçin çox ciddi problemləri var idi. Yəni Norveç millisi hətta İraqla belə keçid futbolunda və müdafiədə çox ciddi problemlər, boşluqlar buraxırdı. Əbəs yeri deyil ki, yanılmıramsa İngiltərə maçı da daxil olmaqla son 12 oyunun yoldaşlıq görüşləri, bütün oyunlar cəmi birində İsveçrə ilə 0-0 yoldaşlıq oynamışlar. Yəni hər oyun komanda qol buraxır və hər oyun komanda öz qapısına kifayət qədər ciddi qol buraxır və biz bilirik ki, play-off, yəni dünya çempionatı bu dəfədən olar etibarən 16-da 1-dən başlayır. Yəni play-offun bir mərhələsi əlavə olunub, güclü müdafiə odur, güclü hücum yox. Yaxşı sürprizlərdən danışdıq, indi pis sürprizlər. Pis sürprizlərdə mən əminəm ki, bizim ağlımıza ikimizin də Türkiyə gəlir. Bəli. Bəlkə sənin başqa versiyanda var, bilmirəm, amma varsa sənin versiyandan başlayaq, yoxdursa Türkiyədən danışaq. Türkiyəni düzdür, biz Türkiyədir bu arada ağlımdakı. Birmənalı şəkildə əlbəttə əgər bir sürprizdən danışırıqsa pis mənada. Söhbət təkcə Türkiyə millisinin Haiti millisindən sonra saat olaraq bir neçə saat sonra turniri tərk edən ikinci komandası olmasından getmir. Söhbət Türkiyə bunu necə etdi? Yəni Türkiyədə qlobal bütün səviyyələrdə iflas oldu və iflasın məntiqi nəticəsi olaraq komanda mübarizəni kənarlaşdırdı. Sualın varsa sual ver, yoxsa mən əsaslandıra bilərəm ki, niyə görə bu qlobal total iflasdır? Demək istəyirəm ki, əslində biz ayrıca video çəkdik bununla bağlı. Yəni Türkiyənin məğlubiyyəti ilə, taktiki uğursuzluqları ilə bağlı bizim videomuz var. Yəni çox güman ki, izləyicilər də izləyib. Artıq bu mövzu belə deyək də bağlanmış bir mövzu kimi gəlir mənə şəxsən. Bəli. Sənin əgər xüsusi bir qeydin varsa, bəlkə bir-iki kəlmə eləyə bilərik bununla bağlı. Amma burdan sadəcə bir anons kimi vermək istədim ki, yəni
izləmək istəyirlərsə detallı bizim Türkiyənin məğlubiyyəti ilə, ümumiyyətlə faili ilə, yəni nə deyək, çöküşü ilə bağlı belə deyək, uğursuzluğu ilə bağlı ayrıca videomuz var. Sənə sual kimi əgər versəm ki, o mövzunu əhatə eləyəsən, Montella həqiqətən bütün məsuliyyəti daşıyırdı, yoxsa Türkiyə millisi çox təcrübəsiz və cavan idi deyə biraz belə necə deyim, hissə qapıldılar, o emosiyalara qapıldılar və meydanda sanki bacarmadılar da o atmosferlə, o gərginliklə bacarmadı. Çünki Avstraliyanın baş məşqçisi bu sözləri demişdi oyundan əvvəl. Tony Popovic. Nə demişdi ki, biz təcrübəliyik. Bizim dünya çempionatı təcrübəmiz var, Türkiyənin yoxdur. Və biz ona görə də özümüzü arxayınıq və türklər bunu çox pis başa düşmüşdülər. Yəni çox acıqlanmışdılar da, belə qəzəblənmişdilər bu şərhə ki, ona deməkdir ki, bizim dünya çempionatı təcrübəmiz yoxdur, nə dəxli var filan. Amma biz gördük ki, çox dəxli var. Yəni həqiqətən də onu yaşamış bir milli ilə yaşamamış milli arasındakı o fərqi biz həmin oyunda gördük. Səncə bu təcrübəsizliyin bir təsiri var idi, yoxsa sırf Montella'nın məsuliyyəti idi, yoxsa hər ikisi bir yerdə? Necə düşünürsən sən özün? Ya məncə təcrübəsizlik, bir də ki Montella'nın o məşhur kəlməsi vardı, 65 zərbə vurduğu iki oyunda. Bu məşqi bəhanəsidir. Total iflası maskalamaq üçün. Yaxşı, Türkiyə millisinin təcrübəsi yoxdursa, onda Capo Verde buna qədər hard oynayıb. 1, 2, Capo Verde'nin neçə oyunçusunu biz tanıyırdıq bu turnirə qədər, hansı oyunçuları top çempionatların harasında oynayırlar. 2, Kongo millisi var. Kongo millisinin qapıçısı İngiltərə ilə maçın oyun adamı seçildi. Əgər Kane dubl etməsəydi, həmin adam Havrın Fransanın ikinci dərəcəli komandasının, birinci liqada əlbəttə ki, ikinci onluq komandasının ikinci qapıçısıdır. Yəni o hardan möhtəşəm oyun keçirir misal üçün və ümumiyyətlə komanda olaraq niyə görə cəmi 2 top futbolçusu olan, biri yaşlaşmış Bakambu, biri də ki Vissa kimi futbolçular, bir də Aaron Van Bissaka belə deyək, 3 futbolçusu olan Kongo niyə görə bu qədər fantastik turnir keçirir? Mənə görə bu həm Futbol Federasiyasının iflasıdır, həm Montella'nın iflasıdır. Dediyim kimi biz onun haqqında çox danışmışıq. Mənim deyəcəyim nədir? Baxın, 2 nümunə verə bilərəm ki, Türkiyə 2 yoldan birini seçəcək. Mənə görə Türkiyəni tanıyaraq biz bilirik ki, o yanlış yol seçəcək. Yol nədir? Bir, biz Tuchel'dən danışaq. Tuchel 2-1 hesabı ilə Bavariya Münxenin məşqçisi olanda Real Madrid uduzur. Orada 75-ci dəqiqədə 1-0 Madriddə öndədir. Birinci oyun heç-heçə qurtarıb. Çempionlar Liqası 2023-24-ün yarımfinaldır. Və adam götürür 2 dəyişiklik eləyir. Jamal Musiala hansı ki sınmamışdan öncə çox möhtəşəm formada idi. 10 nömrə və Harry Kane-i çıxardır. Onun yerinə Choupo-Moting'i buraxır. Choupo-Moting də hücumçudur, amma bir qədər topla işləyən, topu saxlayan hücumçudur. Real Madrid oyunun sonunda Jose'nin dublu ilə maça geri dönür. Orada Neuer'in də səhvi var idi, hakim səhvi də var idi. Amma adam oyunun sonunu etiraf etməkdənsə ki, mənim kobud taktiki səhvim idi, bəhanə ilə deyir ki, bəs hakim səhvi idi, ona görə ancaq uduzdu. Yaxşı, sən meydanda Musiala ilə Kane olsaydı, bir-birdə də oyuna geri dönə bilərdin. Bu adam bunu etiraf etmir. Eyni səhvi Argentina ilə maçda edir. Harda ki 72-ci dəqiqədə ümumiyyətlə oturur 5 nəfərlə qapıya. Yəni 5 mərkəz müdafiəçisi ilə. Digər tərəfdən Azərbaycan çempionatında Yuri Vernidub aprelin 26-sı Neftçi Qarabağla birə-bir pressingdə oynamağa çalışır. Qarabağ Neftçini darmadağın edir 5-1. Adam oyundan sonra da özü cəzalı idi. Oğlu durub çıxıb deyir ki, bəli mənim səhvim idi, məsuliyyəti özlərimə götürürəm. 4 gün sonra bərabər oyun olur və 90+2-ci dəqiqədə Neftçi qələbə qolunu vurur. Həmin oyunda Neftçi qələbə qazanmaya da bilərdi, amma məntiq odur ki, nəticələr çıxarıldı. Çünki həmin Qarabağ çempionluq üçün oynayırdı. Ən azı çempionluq ümidlərini saxlamaq üçün oynayırdı. Mənim yanaşmam, mənim problemim odur ki, qənaətim odur daha doğrusu ki, Montella gördük ki, çünki Türkiyə Futbol Federasiyası bu işdə Montella'nın həmrəyi idi. Onlar ikisi də batmaq istəmədi. Ona görə Vincenzo Montella bu bəhanəni verdi. Türkiyə Futbol Federasiyasının prezidenti də bu bəhanəni dəstəklədi. 65 zərbə 2 oyuna, amma zərbələrin keyfiyyətindən biz danışmışdıq ki, 22 zərbə ümumiyyətlə blok olunmuşdu. Blok olunan zərbə də sayılırdı belə. Və uzaqdan zərbələr var idi. 4 ciddi zərbəsi var idi. Və hər zərbənin ortalama XG-si 0.05 idi. Yəni %5 idi. Yəni bu zərbənin keyfiyyətsizliyini göstərir. Amma ondan sonra adam qalsa belə, çünki Montella'nın qalmağına və qalmamağına ciddi səbəblər var. Mənə görə qalmamalıdır, əgər Türkiyə millisi özünə top milli kimi yanaşırsa. Amma qalsa belə adam hesabat verməlidir. O ingiliscə söz var da, responsibility, yəni məsuliyyət və accountability, hesabatlılıq. Yəni mən hesabat verirəm ki, bunu eləmişəm, bunu məsuliyyətim mənimdir, mən buna görə bunu eləyəcəm. O Türkiyə millisində hələ ki baş vermir. Bu baş vermədi, deməli bu hekayənin oxşarı bir daha olacaq. Yəni mən bundan əminəm. Bəlkə Avroda olacaq, belə bir biabırçı olmayacaq, amma sən səhvindən nəticə çıxarmırsansa, o daha şişirdilmiş formada sənə sonradan geri qayıdacaq. Məşqçi səhvlərindən danışdın. Gəl elə mövzunu birbaşa elə ora aparaq və əynindəki formaya biraz belə hörmət eləyib elə Tuchel'dən başlayaq, İngiltərədən başlayaq. Səncə Tuchel Argentina ilə olan oyundakı məsələni qoyaq qırağa hələlik.
ən başa dönək. Dünya çempionatı başlamamışdan öncə bizim ilk videomuz Tuchelin heyət seçimi ilə bağlı olan videodur, mənim yadımdadır. Çox belə müəmmalı bir seçim idi. Qəribə adları evdə saxlamışdı, qəribə adları özü ilə gətirmişdi. Hər şey oldu, bitdi. Belə deyə də məşqçiyə Tuchel özü də bu açıqlamanı vermişdi ki, oyundan sonra məşqçinin qərarlarını müzakirə etmək asandır. İndi bir tərəfdən haqlıdır, bir tərəfdən də haqsızdır. Yəni biz oyundan sonra əlbəttə nəticəni görürük. Sənə başqa necə mühakimə edə bilərik? İndi çempionat bitəndən sonra özün də sən demişdin ki, əslində yarımfinal elə bir yerdir ki, orada heç bir millini artıq ondan sonra uğursuz saymaq olmazdı. Yəni ora qədər gəlmisən, sən uğurlusan. Səncə doğru seçimlər eləmişdi heyətdə? Məsələn, sən özün deyirdin ki, Ivan Toney məsələn yanlış bir seçimdir. Birmənalı şəkildə. Çünki yanlış hələ də deyirsən ki, yanlışdır. Çünki adam mən 3-cü yaş oyundan danışanda onu danışmaq olar. Adam Ivan Toney 72 dəqiqə meydanda oynadır Fransa oyununda və mən əminəm ki, hətta oyundan sonra sual verildi, ona o biraz sualdan qaçdı. Əminəm ki, o Ivan Toney oynadırdı ki, sübut eləsin ki, mən Toney'i düzgün götürmüşəm. Halbuki düzgün götürməmişdi. Çünki Cole Palmer'i götürməməyi, Phil Foden'i götürməməyi mən məntiqini başa düşürəm. Çünki düşünün ki, maçın yaxşı getmədiyi Kongo ilə maçda Gareth Southgate olsaydı, Palmer və Foden'i oyuna buraxardı və bəlkə heç nə olmazdı. Amma avtobus park edən komandalara qarşı İngiltərə millisi çətinlik çəkirdi və biz bunu Qana ilə maçda gördük. Sonra hətta Panama ilə maçda belə çətinlik çəkdi. Kongo ikinci hissədə avtobus parkovka etdi, amma orada Harry Kane'in və Anthony Gordon'un gedişləri sayəsində oyuna geri dönə bildi İngiltərə. Amma həmin oyunda da məsələn mənim bir ad varsa ağlıma gələn və mən başa düşürəm onu niyə götürməyiblər. Bu Trent Arnold-Alexander'dır. Çünki məhz avtobus park edən komandaları avtobusunu dağıtmaq üçün Arnold-Alexander əla müdafiəçidir. Yəni müdafiəçi kimi müdafiə olunan komandada bərbaddır. Real Madrid də hətta Manchester City-ni məğlub edəndə sonra Bavariya ilə oynayanda onu beşli müdafiə otururdu. Müdafiənin ən cinahına Valverde atırdı. Araya onu atırdı ki, həm sağ mərkəz müdafiəçisi, həm də ki Valverde onu sığortalasın. Bu əslində sağ cinah müdafiəçisinin eləməli olduğu işdə elə bu. Məsələn, Yamalı sığortalaya bilərsən. Bu adamın çünki hücum planı möhtəşəmdir və həmin avtobus park edən komanda xüsusilə Qanaya qarşı çox effektiv ola bilərdi. Düzdür, indi biz İngiltərə məğlub olmadı Kongodan, İngiltərə məğlub olmadı başqa hansı oyun idi ki, haradakı oyun ssenarisi İngilislərin xeyrinə getmədi, Panama ilə maçda. Amma yenə də onu qətiyyətlə demək olar ki, ən azından avtobusu dağıtmaq üçün Arnold götürülə bilərdi və məşqçi seçimlərindən danışsaq, mən deyərdim hətta 4-1 finalı adam iflasa uğradı. Yəni 4-1 finalın ikinci hissəsini Solbakken tamamilə Tuchel məhv etmişdi. Orada nə baş vermişdi? Birinci sənin son dəqiqələrində Jude Bellingham'in 10 nömrə kimi Harry Kane'in arxasından girib qol vurması, sonra hətta ikinci qolu Harry Kane düzəltdi. Orada Harry Kane offside edəndə qol sayılmadı. Amma adam ikinci hissədə götürür Declan Rice-i yanılmıramsa çıxardır. Onun yerinə kim buraxır yadımdan çıxdı. Şeylə oyunda da, Norveçlə oyunda. Rice-ı çıxardıb Ezeni salıb 46-da. Rice-ı çıxardıb Ezeni buraxır. Ezeni buraxır, Eze 10 nömrə oynamağa başlayır. Jude keçir 8 nömrə mövqeyinə, Rice-ın mövqeyinə. Elliot Anderson da 6 nömrədir və nəticədə Jude Bellingham'in effektivliyi ölür. Yəni bu çox ciddi itkidir komanda üçün. Yalnız ikinci hissənin sonunda Reece James'i buraxaraq onu qaytarır dayağı müdafiəsi mövqeyinə, Elliot'u biraz qaldırır, Jude Bellingham'ı da yuxarı qaldırır. Və sonradan Solbakken səhv edir. Solbakken nə edir? Əlbəttə ki, Sörloth winger kimi işləmir. Onu ikinci hissənin əvvəlində dəyişir. Norveç millisi başlayır asmalarla oynamağa ekstra time-da, amma eyni zamanda Haaland'ı götürüb oyundan çıxardır. Əzələ yorğunluğu var idi. Əzələ yorğunluğu artıq yüngül zədə deməkdir, amma yəni əgər sən Haaland'ı çıxardırsansa, Sörloth yoxdursa sən niyə asmalarla oynayasan? Keçək Ancelotti'yə. Braziliya ümumiyyətlə mən şəxsən gözləyirdim ki, belə olacaq. Yəni Braziliyadan mən ciddi bir şey gözləmirdim bu mundialda. Çünki biz də dəfələrlə demişdik ki, bu adam təzə 1 ildir gəlib də və milli komanda ilə bunu 2 ay zət toplasan vaxt olub ya olmayıb. Yəni bu neyə bilər ki? Sadəcə orada da biraz sanki bilmirəm, artıq bilirdi ki, onsuz da heç nə eləyə bilməz. Xalqın bir rəğbətini toplamaq üçün Neymarı çağırdı. Yoxsa mən bilmirəm, bəlkə FIFA ona təzyiq elədi ki, Neymarın, çünki bu bir nəslin last dance deyirdilər də, son rəqsi idi. Messinin, Ronaldo'nun, Modric'in, Neymarın. Bilmirəm, bunu Ancelotti mi qərar verdi, Braziliya Federasiyası mı ona təzyiq elədi, FIFA mı onlara təzyiq elədi ki, o da gəlsin. Çünki istər-istəməz, yəni bu daha da marağı artırır da, sən meydanda Neymarı görməyə həvəslənirsən. Bilmirəm ona hansı məqsədlə saldı heyətə, amma mən biləndə ki, Neymar da heyətdədir və mən görəndə ki, hansı oyunu onu buraxırdı, mən öz ürəyimdə təəssüflənirdim ki, yəni bununla da oyun getdi də. Yəni Neymar girdisə, Braziliya qabaqda artıq öz gücünü itirəcək.
Əslində Neymar o qədər pis seçim deyildi. Yəni Neymar karyerası ərzində sübut edib ki, lazım olan kritikanlarda ona bel bağlasan, o həmin ümidləri doğruldacaq. Neymar Braziliyada əslində 2 oyun ssenarisində uyğun olardı. Birincisi Braziliya məsələn Haiti ilə olduğu oyunda olduğu kimi bir neçə top hesabı ilə bir neçə top fərqli öndədir. Artıq maçı qazanıb. Sən Neymarı buraxa bilərsən ki, artıq düşmüş rəqibi bitirsin. İkinci oyun ssenari harda ki sən topa dominasiya edirsən, yəni topa 60%-in üstündə sahibsən, rəqibi qapısına oturmusan və hesabda gerisən, o ssenaridə Neymar idealdır. Amma Ancelotti Neymarı ən pis anda meydana buraxaraq Neymarı da özünü də pis vəziyyətə qoydu. Özünü də pis vəziyyətə qoydu. Nə idi? Hesab bərabərdir. Məsuliyyət yüklüyürdü Neymarın üstünə. Hesab yox, nədir? Hesab bərabərdir. Baxın, Vinicius var, pressingdə iştirak eləmir, Endrick var, pressingdə iştirak eləmir və onun yanına Neymarı buraxır. Braziliya millisinin hücum üçlüyü pressingdə iştirak etmir. Maç 0-0-dır. Yəni bir var Braziliya oyunda geridə olanda Yaponiyanın olduğu kimi göstərdi ki, dayaq yarım müdafiəçilərini hücuma atacaq və bunun nəticəsində 5 nəfərdən cərimə meydançasını dolduracaq, amma elə bir söhbət getmirdi. Çünki sadəcə Norveç topa sahib idi. Bəlkə gözləyirdi ki, Neymarı buraxandan sonra Braziliyanın 3 hücum meyilli oyunçusu var, hansılar ki, sırf yaradıcılıqda ixtisaslaşırlar. Ondan sonra Norveç topu verəcək, amma Norveç niyə sənə topu versin və Norveç topu vermədiyi halda Neymar bir növ lazımsız oyunçu olur. Amma ən böyük problem nədən əmələ gəldi? Orada bizim izləyicilərimizin istəsəz birinci qolun təkrarı var, Norveçin vurduğu. O qol hardan əmələ gəlir? Deməli, sağ cinahı var Braziliyanın, Norveçin sol cinahı, top oradan gedir və Norveçin sol cinah müdafiəçisi yavaş-yavaş topla gedə-gedə paslaşır, sonra topu yuxarı qaldırır və elə kombinasiya gedir. Həmin cinahda 5 dəqiqə əvvəl Endrick'in yerinə Ryan olsaydı, Ryan pressing maşındır. Adamı pressing edəcəkdi, o oradan çıxa bilməyəcəkdi. Elə rahat ya da topu uzaqlaşdırıb atacaqdı hara gəldi. Bu faktor var idi. Lakin orada Endrick olduğuna görə Endrick də pressingdə iştirak eləmir və nəticədə bu qol gəldi. Yəni bu bir növ Neymarın pis oyunundan əmələ gəlmir. Bu Neymarı pis vaxtda oyuna salmaqdan əmələ gəlir. Braziliya 1-0 dutsaydı və komanda bütün heyətlə irəli getsəydi, məsəl üçün, onda Neymarı buraxmaq məntiqli olardı ki, 10 nömrədir, oyun rəqibi meydana aid 3də 1-nə aid olan hissədə gedir və sənin şansların olacaq. Amma belə oyunda harda ki, Norveç kimi sənə topu vermədi, orada Neymarı buraxmaq çox absurd bir qərar idi. Bəs 2030 üçün Braziliyadan şəxsən sən nəsə gözləyirsən? Yəni Ancelotti-nin artıq fikirləşsək ki, əlavə 4 il olacaq bu komandanın üstündə işləməyə. 2030 yox, 2034-də bəlkə nəsə ümid eləmək olar. 2030 yox. Nəyə görə deyim? Braziliya belə sayılır ki, futbol terminində, futbol dilində Braziliya Avropanın müstəmləkəsidir. Nəyə görə? Braziliya əvvəllər Avropaya necə oyunçular yetişdirirdi? Ümumiyyətlə Braziliya necə ki Hindistan dünyaya kino satır, necə Azərbaycan məsələn dünyaya neft satır. Braziliyada ən böyük gəlir vasitələrindən biri futbolçulardır. Braziliya futbolçuları deyəndə biz ağlımıza Neymarı, Endrick'i gətirməməliyik ki, Vinicius'u. Braziliya futbolçular həm Xorvatiya çempionatında oynayır, həm Azərbaycan çempionatında oynayır. Biz hər yerdə görürük, Qazaxıstan çempionatında oynayır. Hər yerdə yəni Braziliyalılar üçün, hətta uşaq məktəblərinin məşqçiləri ilə danışanda bunların qabağına məqsəd qoyulur ki, bizdən növbəti 3 il ərzində bu qədər oyunçu çıxmalıdır. Və əvvəllər Avropalılar texnikalı, hardasa İspanların Pedrisinə, Fabian Ruizinə oxşayan texnikalı mərkəz yarım müdafiəçiləri, hansılar ki, fiziki cəhətdən o qədər cüssəli deyillər, amma çox texnikalıdırlar. Elə oyunçular yetişdirirdi Avropa üçün. Amma Braziliyanın futbol bazarı Avropa olduğuna görə Avropada elə oyunçuları İspanlardan sonra fransızlar yetişdirir, xorvatlar yetişdirir. Ona görə daha bu oyunçulara ehtiyac yaranmır. Və nəticədə Braziliya, hətta indi belə bir Ancelotti bunu yox, David Ancelotti bunun haqqında danışmışdı ki, Braziliya futbolunun yetişməsi indi necədir? Onun gördüyü Braziliya futbolçuları ancaq atletik oyunçuları yetişdirirlər. Və ən yaxşı halda cinah vingerləri bu kateqoriyaya uyğun gələ bilərlər, amma həmin o texnikalı, başı işləyən, məsələn, Rodri deməyə, Rodri çox fiziki cəhətdən güclüdür. Pedri kimi oyunçuları Braziliya futbolu 17-18 yaşlarında məhv edir. Özü bilərəkdən. Və sən futbolun bir növ o ayarları var ha, onların necə güncəlləmələri necə qoysan elə sistem davam edəcək. Müsbət xəbər nədən ibarətdir ki, Braziliya futbolu seriyası ən varlı çempionatlardan biridir. Mən bilən puluna görə dünyada 7-yə 8-ci yerdədir. Ona görə də Braziliyada görürük ki, Braziliya futbolçularını məsələn Paketanı geri transfer etdilər. Belə transferlər baş verir. Ümid var ki, artıq Braziliyalılar ancaq Avropaya oyunçu satmaq məcburiyyətində qalmadıqlarına görə belə oyunçular yetişdirəcəklər. Texnikalı, tipik biz bildiyimiz Braziliya futbolçular. Ondan sonra Braziliyanın nəyəsə ümid eləmək olar. Amma Ancelotti özünə gəldikdə biz görmüşük ki, Ancelottinin Real Madriddə pikinə qalxdığı an hansı an idi? O vaxt dedi ki, Ancelottinin ortasında Luka Modric'dən Toni Kroos var. Braziliya futbolu Luka Modric'dən Toni Kroosları məhv edir. İmkan vermir yetişsin. Və Ancelottinin əlində top heyət olmayanda adam çünki taktiki mükəmməl bir şey fikirləşmir.
Bəlkə də Pep Guardiola Braziliyadan nəsə eləyə bilər. Ancelotti əlindəki hazır materialı yaxşı cilalaya bilir. Braziliyanın əlinə baxın, sənin dayaq yarım müdafiən Casemiro və Bruno Guimaraes-dir. Səndə Lucas Paqueta nominal 10 nömrə ya da 8 solcan 8 nömrəsi mövqeyində oynayır. Bundan artıq nə gözlə? Ona görə mən açıq deyim 2030-a, yəni bu 4 ilə oyunçu yetişə bilər, amma biz 2 oyunçudan gəlmir də. Məsələn 2 Pedri, Fabian Ruiz yetişmir də. Hardasa bir 50 oyunçu ilə yetişir. Sən görürsən ki, Xorvatiya çempionatı, Azərbaycan çempionatı balaca boy Braziliyalı var, hansı ki mükəmməl oynayır. Aha, bilirsən ki, bu ölkə belə bir futbolçuları artıq yetişdirməyə başlayır. Bu da mən inanmıram ki, 4 ilə baş versin. Məşqçi səhvlərindən çox danışmaq olar, amma istəmirəm belə dəhşət uzadaq videonun müddətini sırf bundan. Çünki mən bilirəm ki, bu videonun ən uzun hissəsi Messi və FIFA məsələsi olacaq. Ona görə son məşqçi məsələsinə istəyirəm Fransa üzərindən gedək. Deşam İspanlara uduzdu, yoxsa İspanlar sadəcə çox güclü idilər? İspanlar topu ona vermədilər, topla boğdular. Amma sual var ki, sənin məşqçi kimi, əslində istənilən məşqçi üçün su fasiləsi böyük bir hədiyyədir ki, taktiki dəyişikliklər etsin. Əvvəl ancaq ingiliscə buna pep talk deyirlər də, ilk yarının sonunda olan danışıq. 15 dəqiqə fasilədə. İndi sənin 3 elə bir şansın var. Mənə qəribə gələn odur ki, Deşam ümumiyyətlə sistematik dəyişiklik etmədi. Adam ancaq adam dəyişdi. Mövqeyinə görə oyunçu dəyişdi. Yanında indiyə kimi oyunun sonunda Oliseni Şerki əvəzlədi, oyunun ortasında isə Dueni Barkoli əvəzlədi və salam. Yəni Deşam oyunu, məsələn biz Tucheli tənqid edirik. Tuchel həm Meksika ilə oyunda, həm Kongo ilə oyunda, həm Norveç ilə oyunda dəfələrlə oyunu çevirmək üçün hərəkətlər etdi. Scaloni bunu mükəmməl edirdi. Final oyunda qırmızıya qədər çox mükəmməl şəkildə adam timingi, yəni vaxtını bilirdi ki, nə dəyişiklik edəcək. Bir tərəfdən baxırdın ki, bu dəyişiklik standart dəyişiklikdir. Komanda uduzur, sən hücumçu buraxmalısan, necə dayaq yarım müdafiəçini, hücuma meyilli yarım müdafiəçini əvəz eləməlisən. Amma bunu biz Deşamdan görə bilmədik. Deşam elə bil ki, vermişdi heyəti və demişdi ki, necə bacarırsa, bu o heyət var, A oyunumuz var, amma A oyunu tutulduqdan sonra B oyunu yox idi. Yəni qısaca desən, sənə görə İspanlar o oyunu qazandılar, yaxşı oynayırdılar deyə, ya daha yaxşı idilər deyə. Yoxsa Deşam uduzdu o? Bir mənalı şəkildə İspanlar qazandılar. Çünki De La Fuente'nin ən böyük özəlliklərindən biri odur ki, De La Fuente Azərbaycanca belə deyək, ara dildə qabağından yeməyən bir məşqçidir. Nə Argentinada, nə İngiltərə ilə Avropa çempionatı finalında, nə elə Fransa ilə Avropa çempionatı yarı finallardakı 1-0 uduzurdu, nə almanlarla, düz orada Kukureyanın məşhur əli var idi. Amma nə də ki, yarım finalda De La Fuente öz oyun fəlsəfəsinə sona kimi sadiq idi. Pepdən fərqli olaraq adam oyununu çox sındırmadı ki, rəqibə adaptasiya olsun. Məsələn, Pep olsaydı, necə ki, Viniciusa görə götürüb Xusanali Rəhmanəliyev, Xusanov oynadırdı. Biz Sabahın oyunçusuna çaşdırdı. Xusanov oynadırdı. Çünki Xusanovun yerinə Mateus Nunes oynayanda City hər iki cinahla işləyirdi və oyuna Realı əzə bilərdi, incidə bilərdi. Amma Viniciusdan qorxdu, ona görə sağa götürdü, Xusanovu qoydu ki, sürətdə çatsın və adam iflasa uğradı. Burada isə De La Fuente elə bir hərəkət etmədi. De La Fuente'nin nə qədər o sadiq olduğunu biz yenə də Unai Simon'dan görürük. Nədir bu adamın o qapıçıda gördüyü şey? Unai Simon 17-də, 19-da, 21-də De La Fuente ilə bir yerdə işləyib və yuxarı qalxıb. Yəni bu adam olur da belə talisman bir futbolçudur. Əslində Unai Simon pis qapıçı deyil. Amma sadəcə İspaniya millisində ondan 2 daha yaxşı qapıçı var. Ayağı ilə daha yaxşı oynayan Raya var, daha yaxşı shot stopper olan Joan Garcia var. Sadəcə adamın da haqqı var. Bəli, subyektiv bir seçimdir. Bir növ o Gareth Southgate-də Calvin Phillips takıntısı var idi. Adam Phillips Leedsdə fantastik mövsüm keçirəndən sonra İngiltərə millisində yaxşı avro oynayır, amma ondan sonra artıq dövriyyədən çıxır. Manchester City-də adam ümumiyyətlə oyun oynamır, ehtiyatda yatıb qalır. Bir dəfə nostalgiyası olur Southgate-in ki, heyif deyildi əvvəlki dövrdə. Mən 2 dayaqla müdafiəçi oynaya bilərdim və s. və ilaxır. Burada da De La Fuente-də də Unai Simon elə ideoloji bir futbolçudur. Və etiraf eləyək ki, adam elə oyun sistem qurub ki, topla rəqibi boğur, ona görə Unai Simona ehtiyac olmur. Keçək o hissəyə. 100%. Ümumi baxaq bir məsələyə. Yəni hələ ki Messidən danışmayaq. Gəlin bu çempionatda olan hakim səhvlərindən danışaq və ümumiyyətlə bu çempionatda olan absurd səhvlərdən danışaq. Yəni bu çempionat təkcə Messinin Əlcəzairlə oyundakı o verilməyən qırmızı kartdan ibarət olmadı da. Qırmızı kart verildi və ləğv edildi sonradan xahişlə. Yəni prezident xahiş elədi və ləğv elədilər də. Bu qədər absurd bir şey baş verdi də bu çempionatda. Yəni mən xatırlamıram, düzdür. Yəni ola bilər ki, mənim yaşım çatmır da. Bundan əvvəlki mundiallarda bəlkə belə bir şeylər çox olub. Bəlkə, bilmirəm. Amma yəni mənə inanılmaz dərəcədə absurd gəldi də bu.
Və bu kimi səhvlər əslində bu kimi belə deyək, qəbul edilməz, yol verilməz güzəştlər çox oldu. Sırf bu cəhətdən siz necə yanaşırsınız bu çempionata? Həmin o açıq kobud səhvlərdən başqa belə baxanda hakim səhvlərindən daim danışmaq olar, amma deyək ki, oyunların taleyinə fundamental təsir edən o qədər də səhvlər olmadı. Çünki yenə də texnologiyanın inteqrasiyası o deməkdir ki, mümkün qədər az səhvləri minimallaşdırılsın, mümkün qədər az belə səhv olsun. Balogun epizodu mən deyərdim hətta Argentina millisinin başında da çatladı. Çünki ona kimi də belə sətraltı sözlər gedirdi ki, Argentina FIFA-nın tərəfindən sevilir, ya tutulur. İngiliscə belə bir ifadə var da, favoritizm. Yəni kimsə sənə o subyektiv tərəfkeşlik edir. Amma bir prinsip var ki, əgər bir var ki, qanun şahdır, bir də var şah qanunundur. Görüləndə ki, şah qanunundur. Bu təkcə Amerikan prezidenti şah deyil, həm də dünyanın ən yaxşı futbolçusu da lazım olanda şah olur. Onun üçün də qanun ona uyğunlaşdırılır və ondan sonra əslində partlayış baş verdi. Çünki bəli, xırda səhvlərə ilişmək olar. Ümumiyyətlə bir şey yadınızda saxla, biz deyəndə hakim səhvləri. Hakim səhvləri adətən kobud səhvlər olmur. Mən sənə kobud hakim səhvi deyim də. Məsələn, istənilən bilmirəm, sən bunu verəcəksən, verməyəcəksən. Maçın əvvəlində İspaniyanın Argentina oyunu, finalın əvvəlində sən bilirsən ki, İspaniyanın sağ cinahı möhtəşəmdir. Biz danışırıq bütün turnir boyu ki, Argentina ən zəif yeri cinahlarıdır. Bəli. Tagliafico hardasa dizi ilə Yamalı buradan vurur. Bəli, sarı gördüm kartlıq bir kartdır 10-cu dəqiqə və 8-ci dəqiqə. Hakim sarı kart versə orada, sən bilirsən də bu potensial qırmızı karta real ehtimalı var. İspaniya baş məşqçisi deyə bilər ki, Yamal birəbir oynayan, çalışaq ona qırmızı aldıraq. Futboldur bu, ola bilər. Hakim bunu eləmir. Yəni bu artıq özü, məsələn, hakim səhvləri belə anlarda baş verir. İngiltərə Argentina oyunda. Argentinalılar ingilislərin gözlərini qorxutmaq istəyirlər. İlk 10 dəqiqədə orada Parades 2 kobud qayda pozuntusu edir. Məsələn, hakim oyunu sakitləşdirmək üçün gəlib Parades sarı versə, biz görürük ki, hətta final oyunda adam meydana çıxır 42-ci hissənin 1-ci dəqiqəsində. 2-cidən 5-ci dəqiqəsində sarı alır və maçın sonuna qədər daha 5 foul edir. Hansında ki, ikisinə görə o ikinci sarını ala bilərdi, almalıydı da. Sadəcə olaraq Enzo Fernandes kimi rəqibini göyə uçurtmur deyənə sarı almır. Ya Enzo Fernandes Jude Bellingham'i yıxır və başından belə bir şapalaq kimi vurmaq istəyir. O da sarı vərəq ola bilər. Yəni hakim qərarı deyəndə biz balaca qərarları deyirik. Çünki bəzi qalmaqallı qərarlar var ki, məsələn Misirin fantastik ikinci qolu var idi, hansı ki sayılmadı, amma orada bəli, balaca foul olsa da Argentina futbolçusunun dayaq ayağına Misir oyunçusu tapdalamışdı. Yəni qayda pozuntusu var idi. Burada heç bir şey demək, yəni düzdür, var idi. Amma yenə də o qərarlardan gəlmir. Qərarlar balaca qərarlardan gəlir. Mövzu elə fırlandı ki, yenə təzə Argentinaya gəlir. Gəl birdən bu mövzunu bitirək. Sonra ucu qalıq nəsə qalsa ona davam eləyək. Gəl Argentinadan və bizdən konkret soruşurlar ki, burada pozuntu var idi, burada hakim səhvi var idi. Gəl ən əvvəldən gedək. Məsələn, mənim şəxsi fikrimcə bu çempionatda bir dənə ciddi bir boşluq oldu Argentinaya qarşı. Sənin dilində desək favoritizm elədilər Əlcəzairlə oyunda. Yəni Messi qırmızı almalı idi. Almadı. Ondan sonra şəxsən mənim gözümdə ciddi bir səhv olmadı. Əgər oldusa da mən onu belə çox ciddi almamışam da. Demişəm ki, okey, bu olur. Ciddi bir səhv olmadı ta ki finala qədər. Mən artıq finalda da görürdüm ki, belə də olmaz da. Yəni mən baxmayaraq ki, şəxsən deyim ki, sırf Messiyə görə mən istəyərdim ki, o kuboku Argentina qazansın. Amma Messi fanatlığından irəli gəlmir. Portuqaliya olsaydı finalda, mən istəyərdim ki, sırf Ronaldoya görə, yəni o oyuna bir futbol anı kimi baxıram da. Yəni bu tarixi bir andır. Yəni Ronaldonun Dünya Kubokunu qazanmağı tarixi bir andır. Yəni mənə fərq eləmir də oyunçu kimi o. Sadəcə Messi kimi dahi bir oyuncunun ikinci dəfə o kuboku almağı, finala qədər gəlməyi və mənə görə möhtəşəm bir mundial keçirdi. Yəni yaşına görə o oyunçu möhtəşəm bir mundial keçirdi də. İstəyirdim, amma həqiqətən mən arzuluyurdum ki, kaş İspanlar çünki çox dominasiya elədilər həmin oyunu. Amma qol vura bilmədilər. Ümumiyyətlə futbol elə bil ki, Xetafe ilə Barcelona oyunu. Bəli, mən yəni 118-ci dəqiqədə, 117-ci dəqiqədə belə bir statistika vardı ki, İspanların qapıya zərbəsi 20 idi, çərçivəyə 12 idi, Argentinada 0 idi. Mən 76-cı dəqiqədə yuxuladım. Oyananda 96-cı dəqiqə idi. Artıq gördüm ki, Argentina qırmızı falan alıbdı. Yəni həqiqətən mən yuxuladım həmin oyunda. Və o qədər mənə pis təsir elədi ki, Argentinanın elə əlacsız oyunu da. Mən istəyirdim ki, İspanlar Argentinanı darmadağın eləsinlər də. Yəni heç olmasa bilim ki, bu uduzdular. Qolda vura bilmirdilər. Mən vəbşi dəli olurdum ki, bu qədər dominasiya edirsiniz, bunu vurun da bilək ki, bu oyun qutardı. Argentina məhv oldu da. Həmin oyuna qədər, amma uzun sözün qısası, mən məsələn Misirlə oyunda, İsveçrənin oyunda,
Ondan əvvəlki oyunlarda Capo Verde oyunlarda, Capo Verde oyunlarda mən ciddi bir şey görmədim. Sənə görə var idi nəsə belə bir favoritizm? Yox, konkret deyirəm. Favoritizm harda özünü göstərir? Burada əslində subyektiv meyarları da var. Obyektiv ilişə biləcəyin meyarlar da var ki, hansına görə deyirsən ki, hə bu şübhəli gəlir. Ümumiyyətlə yenə də hakimin sənin komandaya favoritizm eləməyi odur ki, sənin lehinə fitlər çalır, sənin əleyhinə fitlər çalmır və ən əsas sənin komandana sarılar vermir. Yəni Argentina millisindən mən indi biz danışacağam. Bu birinci dəfə deyil. Bu 1966-cı ildən bu yana gələn bir hekayədir ki, bu Argentina oyun futbol fəlsəfəsidir. Bunu hər kəs bilir. Hətta bunun haqqında kitab da var. Yəni əgər Argentina keçiriksə danışa bilərsən, hə, danış. Belə bir kitab var dostlar. Kim ingiliscə bilirsə, ona maraqlıdırsa, o kitabı oxuya bilər. Möhtəşəm İngilis futbol alimi deyə bilərik bu adama, Jonathan Wilson. Onun kitabın adını 40-cı illərdə məşhur olan bir filmin şərəfinə qoyub, Angels with Dirty Faces. Çirkli və ya eybəcər üzlü mələklər. O Argentina futbolunun tarixindən danışır və uzun sözün qısası Argentina futbolunun necə altdan bir tərəfdən Argentina dünyaya ən çox futbol fəlsəfəsi verən ölkələrdən biridir və bu amilə görə Argentina biz İspaniya, Niderland, İngiltərə ilə müqayisə edə bilərik və İtaliyanın Catenaccio-suna müqayisə edə bilərik. Çünki Argentina ən azı 2-3 dəfə Menotti kimi böyük bir məşqçisi olub, hansı ki futbol filosofu olub. Argentina bilardo kimi məşqçisi olub məsəl üçün. Amma Argentina eyni zamanda öz məqsədinə çirkli, iyrənc yollarla çatan bir milli olub. Ona görə Argentina daima belə bir təzadlı bir imic olub. Bu dünya çempionatı sadəcə olaraq nəzərə alsaq ki, Amerika Birləşmiş Ştatları dünyanın ən mətbuatın ən belə pik səviyyədə işıqlandırdığı bir dünya çempionatıdır. Buna bir daha elə bir ki diqqət yönəltmiş oldu. Mən məsələyə necə baxıram? Futbol ümumiyyətlə tərəfdən, FIFA tərəfdən baxanda mən məsələn istəyirəm ki, intriqa daha çox olsun, oyuna maraq daha çox olsun, çempionata maraq daha çox olsun. Çünki bu həmişə daha çox pul deməkdir. Mən ona görə də bu haqsızlıqların, yəni bu şeylərin haqsızlıq olduğunu qəbul edirəm. Amma bir tərəfdən də belə deyək də, indi burada yaxşı polis, pis polis oynamaq lazımdırsa, pis polis oynamağı öz boynuma götürüm və başa düşürəm bu adamların elədiyi şeyi. Adamlar istəyir ki, Messi meydanda olsun. Çünki elə olanda intriqa daha uzun müddətli olacaq da. Yəni bu oyunçu oyunun taleyini dəyişməyə qadir olan bir oyunçudur. Eyni şeyi də Argentinadan qurtardıq da, belə deyək. Argentina məsələsini bağlasaq. Bu arada yaxşı, mən bu fikrimi bitirim. Sonra bir dənə Argentinaya bir dəfə də gələrik. Mən o favoritizmi bu mundial ərzində digər bütün demək olar ki, top komandalara, top ulduzlara qarşı görmüşəm. İnsanlar çox tez unudurlar bunu, amma məsələn Ronaldonun da səhv eləmirəmsə 3 oyunluq cəzası var idi. 2 oyunluq cəzası var idi. Adam yəni Ağ evə getdi, gəldi, bu söhbət həll oldu. Necə oldu bilmirəm. Ronaldo fərqi odur ki, bu dünya çempionatından əvvəl olmuşdu. Ona görə bunu yenidə normal həzmələdilər. Bir də var dünya çempionatı içində. Amma yəni bəli, aktiv bir cəza idi da. Yəni bu oyunçu ilk 2 oyunu buraxmalı idi. Bəli, hətta FIFA orada UEFA-ya təzyiq edirdi. Çünki seçmə mərhələni FIFA-nın turniri olsa dünya çempionatı, seçmə mərhələni hər federasiya özü eləyir. O İrlandiya oyununda Ronaldo qırmızı vərəq alır, rəsmi olaraq 3 oyunu cəzalandırır. Bir oyun Ermənistan oyunu buraxır, rəsmi oyun. Sonra FIFA istəyirdi ki, UEFA bunu elə eləsin ki, yoldaşlıq görüşlərinə şamil olsun, amma qayda-qanuna görə, reqlamentə görə ancaq rəsmi oyunlara aiddir. Nəzərə alırıq ki, UEFA ilə FIFA bu turnirə qədər də bir-birlə belə sıçan-piş oynayırlar, yəni bir-birinə düşməndilər. Ona görə UEFA bu cəzanı yığışdırmır. Belə bir maraqlı fakt var idi ki, düzdür artıq Ronaldo cəzalı olsaydı oynayardı. Kolumbiya Portuqaliya maçına, hansı ki Miami'də keçirilmişdi və Miami, New York, Los Angeles ən çox azarkeşlərin gəldiyi bir stadiondur. Həm pul baxımından 5 milyon bilet istəyi olmuşdu və əlbəttə ki o 5 milyon bilet istəyi Kolumbiya millisində oynayan Arias 2 futbolçu var idi elə. Onlara görə deyildi, Cristiano Ronaldo'ya görə idi. Mən yenə deyirəm, zaten FIFA, UEFA Çempionlar Liqasında elədiyi kimi favoritizmi mədəni qanunlar çərçivəsində edir. Bu nədir? Birinci olaraq əlbəttə ki, sarı vərəqələr söhbəti. Qrup mərhələsindən sonra ləğv olunur, 4-də 1-dən sonra ləğv olunur. Yəni sən 2 oyunda albada sarı vərəqə alma, sən birmənalı şəkildə növbəti oyunda cəzalı duruma düşməyəcəksən. 2 FIFA birinci dəfə olaraq UEFA-nın metodu ilə gedərək 4 top millini ayırdı və biz gördük ki, birinci dəfə ayırdığı turnirdə o 4 top milli, hansı ki FIFA-nın cədvəlində 1-ci, 2-ci, 3-cü, 4-cü yerlərdədirlər, öz yerlərindən birinci yerdən yarım finala çıxdılar. Bu ikincidir. Amma artıq
qanunu özünə tərəf əyəndə, məsəl üçün Əlcəzair ilə maçda Messi qırmızı verməyəndə, hətta mən deyirəm o qırmızı verməyəndə belə Messi möhtəşəm oyun keçirib, 2 gol daha vurdu, hat-trick elədi. Ondan sonra Avstriyaya hansı ki oyunu buraxmalı idi, daha 2 gol vurdu və Messinin ikinci golu fantastik goldur. Məsələn Messi turnirin gedişində biz gördük ki, adam fiziki cəhətdən sönməyə başladı. O Avstriya ilə oyunda adam 90 dəqiqə meydandadır. 90 sonra 3-cü dəqiqədə Alvarezinə cinahdan pas atır. Alvarez epizodu tamamlaya bilmir, gəlib özü tamamlayır. İngiltərə ilə, hətta İsveçrənin oyunda artıq o Messidə o enerji yox idi. Gördünüz, ancaq asmalarda idi Messinin gücü. Ya mən ona görə fikirləşirəm ki, o sualı bəlkə versən də, mənə görə 43 yaşında daha mundialda oynamayacaq. Çünki adam tükənmişdir rəsmən. Halbuki son oyunu Yordaniya ilə maçda sonradan girib qol vurmuşdu. Yenə də istirahət etməyinə baxmayaraq yenə də tükənmişdi. Çünki vəziyyət elə gətirmişdi, həm Capo Verde, həm də ki İsveçrə ilə maçda komanda 120 dəqiqə meydanda olmuşdu. Messi də bütün o vaxtı meydanda idi. Yəni sözümün canı, yəni o favoritizm indi insanlar bilmirəm. Bax biz videomuzda da onu demişdik ki, Argentina üzərində də qəribə bir biz bunu finala qədər demişdik. Çünki finaldakı o iyrənc oyunu görmədik də. Onu görməmişdik hələ. Necə iyrənc oyunu görməmişdik? Yəni finalda bəs İngiltərə millisinə ilk 10 dəqiqə. Yenə də finaldakı kimi orada İngiltərə maçın sonunda Tuchel kobud səhv edir. Yəni passivləşir komanda. Argentina başlayır futbol topu ilə döyməyə ingilisləri. Ona görə onu görmürsən. Amma hərəkətlər oyundan sonra, hətta indi biz oyundan sonra danışırıq. Adamlar yəni hardasa Falkland adaları və Maldiv, hansılar ki onlar Malvin adaları deyirlərdi. O bizimdir falan belə şüarlar çıxırlar. Oyundan sonra verilən intervyular, bunlar çox müzakirə olunmalı. Biz nəzərə almalıyıq. Biz bu gün media məkanda yaşayırıq. Bax belə bir misal götürməli. Həmin o Jonathan Wilson fantastik kitabında bu Argentina futbol tarixində həm dahi üzünü, həm də iyrənc üzünü danışan tarixdə möhtəşəm belə bir yanlışma var ki, Argentina bilirsiniz də qırmızı kartdan sonra həmən meydandan çıxmalısan. Bu 1966-cı ildən sonra tətbiq olunmuş qaydadır. İngiliscə buna deyirlər dismissal. Yəni həmən çıxmalısan. Nəyə görə? İngiltərə Argentina oyununda 4-1 finalda İngilislər 1-0 həmin oyunu udurlar. Argentina millisinin kapitanı qırmızı alır, amma adam meydana çıxmağa imtina edir. 10 dəqiqə sonra meydana çıxır. Güclə bu meydana çıxarırlar. Sonra Wilson çox gözəl bir arqument gətirir ki, bütün millətlər olsaydı, istənilən ölkə, Braziliya olsun, İtaliya olsun, Diego Armando Maradona'nın Tanrının əli yox, Tanrının qolu ikinci qol eləyərdilər. Argentinalılarsa qaydaları pozan, oğurluq qolu Tanrının əli eləyirlər. Bu Argentina mentalitetinin göstəricisidir. Yəni hətta mən əminəm Azərbaycanda da belə olsaydı, biz ikinci qol seçərdik ki, bu bütün dünya tarixində olmuş ən gözəl qoldur. Amma əllə vurulan qol qeyd eləməzdi. Özlərinə kilsə yaratdı. Yəni bu qolu ilahiləşdirdilər və ona kimi də belə bir gözəl turnir var 1978-ci ildə və bu artıq açılmış, sirri açılmış. Çünki Sovet dağılandan sonra bu sirr açıldı. Argentinada diktatura hakimiyyətdədir. Onun arxasında Amerika Birləşmiş Ştatları Dövlət Departamentidir. Dövlət Departamentinin rəhbəri Henry Kissinger Argentina diktatoru ilə maçlarda iştirak edirdi. Bunun da məqsədi nə idi? Bunlar hər ikisi kommunizmlə mübarizə aparırdı. Argentina diktaturası da kommunizmlə mübarizə apardığına görə Amerikanın elə bir növ yaşıl siyahısındaydı. Nə baş verir? Deməli Argentina Braziliya ilə eyni qrupdadır. Öz maçlarını oynayırlar. Sonra birinci Argentina oynamalıdır, sonrası Braziliya oynamalıdır. Porşun Argentina Peru ilə oynamalıdır. Və burada nə baş verir? Burada kim daha çox top vursa, o növbəti mərhələyə vəsəq qazanır. Əvvəlcə Braziliyalıların istəyinə zidd olaraq, halbuki qrafikə görə birinci Argentina oynamalı idi, ev sahibi olaraq birinci Braziliya oynayır. Polşanın 3-1 hesabı ilə odur. Argentina bilir ki, Perunu 4 top fərqi ilə utsa, Argentina növbəti mərhələyə vəsəq qazanır. Finala, o vaxt qrup mərhələsində birbaşa finala getirdin və oyunun fasiləsində və bu hətta sənədləşdirilmiş bir faktdır ki, Kissinger Argentina diktatorun köməkçisi ilə girmişdi soyunub geyinmə otağına və Perunun oyunçuları Sovetlər dağılandan sonra 90-larda etiraf etmişlər ki, bizə həm rüşvət təklif eləmişlər, həm də ailəmizin həyatı ilə hədələyirdilər. O 78-ci ildə dünya çempionatı diktaturanın olduğu Argentinadadır. Mətbuat bir qədər qapalıdır. Bugünkü mətbuatla müqayisə olunmaz. Amma o qədər Argentinaya pis imij qazandırmışdı ki, 1982-ci ildə istəyirsinizsə gedin onu yazın YouTube-da. Maradona'nı necə döyürdülər, necə təpikləyirdilər və qırmızı vərəqə vermirdilər Maradona'ya qayda pozuntuya görə. Hətta Maradona elə döyülməsi sonradan o bugünkü fenomen var. Hardakı ulduzları qoruyuruq. Yəni Mbappe olsun, Messi olsun, Ronaldo olsun, Jude olsun. Bunları vuranda sarı vərəqə verirsən. Normal başqa oyunçunu vuranda sarı vərəqə vermirsən. Çünki sən bayaq dediyin arqumentdə də ulduzlara görə adamlar gəlirlər. Bəli. Futbol ümumiyyətlə o konsept əslində elədir. Yəni sən ulduzlar satır. Şoudur da bu. Bəli, yəni orada önəmli olan
insanlardır, ora yığılan insanlar. Ora heç kim gəlməsə, həmin oyunun heç bir mənası yoxdur da. Yəni ora Bəli, 100%. əsas Hətta belə bir izləyicidir. şey var idi ki, Qara bazarda proqnoz olunmuşdu ki, ən bahalı biletlər finala o zaman olardı ki, finala Messi, Mbappe oynasaydı. Bəli. Amma Və yaxud da İspanlar- Messi İspanlar- mümkün deyildi, amma Messi ilə Ronaldo oynasaydı. Bəli, Messi, Ronaldo olsa məncə ümumiyyətlə kosmosa uçardı, amma Portuqaliya çox tez turniri tərk etdiyindən o arqument yox idi. İspaniyada çünki elə bir ulduz yox idi. İngiltərə ikinci ola bilərdi. Ən çox olacaqdı Fransa. Argentina ikinci ola bilərdi. İngiltərə, Argentina amma eyni tərəfdən gəldiyinə görə Bəli. mümkün deyildi. Üçüncü olardı İngiltərə, Fransa. Amma ən aşağı çünki İspan millisində möhtəşəm hətta Lamine Yamal var, amma Lamine Yamalı ilk turda çox maraqlı şəkildə təqdim edirdilər Amerikanlılar, Amerikan azarkeşlərinə. Çünki Amerikan auditoriyası Yamalı hələ ki tanımır qlobal şəkildə. Ona görə kim olduğunu belə bu superstar belə çox maraqlı təqdimat var idi Amerikan televiziyasında. Yəni Argentina millisi onun bir növ fəsadlarını 82-ci il dünya çempionatında çəkdi. İndi də Argentina millisi mənə görə burada belə bir qrup var da 15%-dan nəyə görə Argentina millisi haqqında xüsusilə səhvlər olanda danışılır. Çünki Messi ilahiləşdirilmiş bir fiqurdur. Bunu danmaq olmaz. Futbolun dahisidir, amma məsələn 15% əhali var ki, futbol azarkeşləri onu ilahiləşdirir. 15% də var ki, Cristiano Ronaldo azarkeşləri ilahiləşdirirlər və aydın məsələdir ki, Messinin epizodları olub ki, karyerası ərzində bu adam daima diqqət mərkəzində və hədəf mərkəzində olub. Özü Real Madrid futbolçuları tərəfindən Ramosla Pepe oynayan vaxtda. Amma orada epizodlar var. Məsələn, Messi götürür top meydandan çıxandan sonra Madrid azarkeşlərinin üstünə vurur təpi ilə, ayağı ilə. O epizodu indi əvvəl həmişə Ronaldo azarkeşləri bunu tirajlayardılar, belə deyək. Messi bəziləri bəlkə özlərinə Ronaldo azarkeşdir, amma Messinin heyterləri. Amma Argentina üçün problem ondan ibarətdir ki, Argentinanın bu dünya çempionatındakı aldığı imic təkcə bu 15% Messi fanatları və 15% Ronaldo fanatlarına olmadı. Bu neytralları da Argentinanın özünə qarşı yüklədi. Və başqa bir faktor odur ki, Argentina neqativ şəkildə yükləyir. Çünki Jonathan Wilson kitabını oxusan, məsələn mən o kitabı oxumuş bir adam kimi Argentina futbolçularının etdiyi hərəkətə təəccüblənmirəm. Bu təbiidir. Bu bir növ azarkeşlər hansısa ki, ancaq bu turnirə baxırlar. Bu çox qısa paradigmadan Paragvay millisi kimi yanaşırlar, amma bu Argentina millisinin özünü qoyduğu bir oyundur. Əslində Argentina millisi bunu daima edib, yəni Menotti kimi dahi bir Johan Cruyffla müqayisə oluna biləcək bir futbol alimi istehsal edən bir ölkə, Messi kimi və Maradona kimi dünya futbolunun bəlkə 5 ən yaxşı futbolçularından ikisini istehsal edib. Bəli, eyni zamanda ən iyrənc oyunu da bu istehsal edib. Digər tərəfdən mənə görə Messinin bu qədər heyt almağın ən böyük günahkarlarından biri Gianni Infantino'dur. Infantino, baxın biz özümüzün YouTube kanalımız var. Biz bilirik ki, hansı komandanın azarkeşidir, mən özüm özəlliklə. Amma bizim sizin qabağınızda sosial məsuliyyətimiz var. O nə deməkdir? Sən özünü yəni durub emosionallığını idarə etməlisən. Amma Infantino o boyda təşkilatın prezidentidir. Adam özünü idarə etməkdənsə Messi qol vuranda elə bil o öz oğlunun uğuruna sevinən ana olur. Baxır, ay Allah, mənim uşağım belədir. Və ya Messi penaltini qaçıranda məyus olur. Ya belə şeyləri eləmək olmaz. Belə şeyləri eləyəndən sonra əlbəttə ki, sən sevdiyin oyunçunu belə pis vəziyyətə qoyacaqsan. Hətta belə bir zarafat var, bilmirəm o həqiqətə uyğundur. Followdan çıxartmağını bəli, deyirsən. Messi Gianni Infantino followdan çıxartıb. Nəyə görə? Çünki baxın, bu həm də Argentina dünya çempionatı 2022-dəki uğurlarına kölgə salır. Orada Argentina yeganə qalmaqallı oyunu olmuşdu Niderland millisinə qarşı. Bir də Polşa millisinə qarşı gedin baxın penaltiyə Şesni topu qaytarır, Messi deyir, hakim penalti verir. Messi yenə də ənənəsinə uyğun olaraq penaltini vura bilmir, amma o qəribə qərar idi. Amma Niderlandla oyun iflas oyunu idi. Orada Messi mərkəzdə əli ilə topu kontrol edir. O yəqin ki, bu epizod yadınızdadır hamının ki, Virgil van Dijk belə bayılmış şəkildə baxır ki, bu nə olur? Oyunçu əli ilə topu saxlayır və hakim ona heç bir şey vermir. Paradesin hərəkətləri hansı ki, Parades orada 2 qırmızı vərəq almalı idi, 0 vərəq aldı. Mən yenə deyirəm, bunun əsas səbəbi nədir? Bir, Amerika Birləşmiş Ştatlarında mətbuatın pikidir. Düzdür, Amerika Birləşmiş Ştatları bunu pik səviyyəyə qaldıra biləcək. Bu qədər mediyni, rusca desək, media coverage olan bir dünya çempionatı olmamışdı. İki, bir çox adamların anlayışında belə bir şey var ki, elə bir insan var ki, hər 6 futbol azarkeşdən biri hansı ki, futbola baxmır, ancaq dünya çempionatına baxır və Avropa çempionatına baxır və Latin Amerikasında bir də Copa Amerikaya baxır. Və hər 12 nəfərdən biri deyəsən dünya çempionatı finallara baxır ancaq. Həmin düşün ki, sən heç bir anlayışın yoxdur. Sən İspaniyadan heç kimi tanımırsan, bəlkə Yamalı tanıyırsan, Argentinadan sən futbol baxmasan da Messini tanıyırsan. Baxırsan ki, bu komanda finaldadır və finalda belə üssüz, belə anti-futbol oynamaq olarmı? Yəni sən 117 dəqiqə bizə gülməli gəlir, amma bu əslində utandırıcı bir şeydir ki, bu komandanın 0 qapıya tərəf, hətta o Azərbaycanda söz var, badımcanlığa belə zərbə yoxdur Argentina millisində. Və bu da əlbəttə ki, əlavə bir təzyiqi üstünə qoyur və əlbəttə ki, finalda
Argentina futbolçularının etdiyi hərəkətlər var. Messinin Kukurelalara qırmızı kart aldırmaq cəhdi O var. Onlar məsələ əslində də oradan balaca hərəkətlərdir. Sonra bir epizod var. İndi bilmirəm sən göstərəcəksən yoxsa mən onu sənə atmışam. Deməli, Argentina millisinin elədiyi iyrənc hərəkətlərdən biri nədir? Enzo Fernandez Pau Kubarsini göyə uçurdur və futbol mütəxəssisləri zaten deyirdilər ki, əgər Messi özü kimisə ayağını sındırmasa, Argentina futbolçusu kimisə belə partlayış bir qayda pozuntusu etməsə, onlara qırmızı verməyəcəklər və bu paradigma, bu deyiliş özünü doğrultdu. Ondan sonra nə baş verir? Arxadan yuxarıdan kamera çəkir. Sol cənah müdafiəçisi Tagliafico o qayda pozuntusundan sonra adı gəzir meydanda, özünü yerə yıxır və Messi gəlir hakimə onu göstərməyə çalışır. Mən əminəm ki, Messinin fanatları deyərdi ki, yazıq Messi nə bilsin, görür ki, komanda yoldaşı yerə yıxılıb, ona kömək eləmək istəyir, amma bir Messinin Kukurela'na etdiyi hərəkət göstərir ki, yox, Messi çox yaxşı bilir. İki mən istədiyim də hər bir insan öz dövrünün, öz ölkəsinin məhsuludur. Messi də Argentinalıdır, müsbət və mənfi tərəfləri ilə. Baxın, belə bir epizod var. Alex McAllister Liverpool-a keçəndən sonra o kürən saçlıdır və Argentinada kürən saçlı olmaq bir qədər məzə mövzusudur. Onunla ələ salırdılar və onu ələ salanlardan biri də bu arada Paradis idi. Bu isə McAllisterin xoşuna gəlmirdi. Və bir dəfə McAllister Liverpoolda sual verir ki, Liverpool TV ona ki, bəs Messi ilə əlaqəndən danış. Messi deyir bir dəfə bunu eşidir, soyunub geyinmə otağında. Messi oyunçulara deyir ki, bəs eşitmədiniz, bunun xoşuna gəlmir axı. Siz niyə o adama kola idi, nə çola idi, belə bir şeydir İspan dilində kürən deməkdir. Niyə ona məzələnirsiniz? Ondan sonra deyir bir nəfər də mənimlə bu mövzuda zarafat etmədi. Yəni İngiltərə ilə maçça çıxan, İspaniya ilə o maçça çıxan, Argentinalı hamısının Messinin hamısından yaxşı xəbəri var, hamısını yaxşı bilir. Demirəm ki, onu təhrik edir, amma o da onun bir hissəsidir. Sadəcə olaraq Messi o qədər ilahiləşmiş fiqurdur ki, biz onda hər hansı bir nöqsan görəndə, biz necə onu yuxarılara qaldırıb, o nöqsanı görəndə də əgər sən o 5%lik Messi fanatıyam, sən Messinin əlinə silah aldırıb insan öldürdüyünü, uşaq öldürdüyünü görüb deyəsən ki, o uşaqdaydı günah nəyəsə, elə bir adam deyilsənsə, səni ona qarşı, yəni insan ilahiləşdirdiyini çox yaxşı uğurlu şəkildə də yerə sala bilir, gömə bilir. Argentina millisində bu baş verdi və mən hətta deyərdim ki, bunun Messinin öz futbol şəcərəsinə təsir olmayacaq, amma Argentina 2030-cu ildə bunun fəsadlarını çəkəcək və siz əgər fikirləşirsiniz ki, bu ancaq bizim söhbətimizdir, YouTuberlərin söhbətidir, yox, Otamendi oyundan sonra, final oyundan sonra Rodri'yə yaxınlaşır və Rodri'yə İspanca deyir ki, siz nədir ağzınızda gələni danışırsınız ki, bizə hakimlər kömək eləyir, hakimlərin hesabına qabağa gəlir. Yəni bu Argentinalılara təsir edir və sonra dünya çempionatında o kuboku qaldıranda Argentinalılar nümayişkənarına şəkildə öz arxalarını İspanlara çevirirlər, İspanları təbrik etmirlər. Oyundan sonra Paradesin hərəkəti var idi. Hətta Argentina belə deyək, Parades deyək futbolçudur, emosiyalara qapılıb. Bunların ağsaqqalı olan Ayala, hansı ki məşqçilər korpusuna daxildir və onu Valensiyadan xatırlayırsınız yəqin ki, gəlib yanılmıramsa İspan futbolçularına Olmo'ya yumruq vurur. Oyundan sonra üzr istədim. Üzr istəyir ki, amma vurmadım, prosta sadəcə olaraq dəydim. Amma yəni adama belə dəyirsən də. Yəni bu Argentinanın təbiətini göstərir. Mən ümumiyyətlə yenə də sən deyən faizdə deyilsə bir adam, hansı ki, yəni Messi nə eləyir eləsin, onda səhv yoxdur, səhv həmişə qabaqdadır. Yəni elə baxmırsansa, bu dünya çempionatına xüsusilə də son anlarındakı epizodlar həqiqətən də insanı biraz düşündürür ki, Messi də Argentinalıymış. Yəni digər oyunçular kimi imiş həqiqətən də. Çünki mən adicə Kukurela epizodunu görəndə o epizodun eynisi Türkiyədə də oldu da. Kim idi özdə? Mert Müldür idi, kim idi? Bəli, Müldür aldırdı. Müldür aldırdı. Hə. Məsələn, orada indi bu söhbət gedəndə deyirlər ki, qaydadır da, Messi də qaydadan istifadə edir. Amma Messi kimi bir oyunçuya həm də ki, axı o yaxınlaşıb sənə bir təhqir falan eləmədi də. Orada səhv eləmirəmsə, oyun epizodu ilə bağlı sadəcə saniyə nəsə demək istədi, sonra ağzından götürdü, başa yadına düşdü qayda. Gəldi ki, nə olacaq? Hə, düzdür, biz bilmirik orada nə demək istəyib. Mən mətbuatda oxudum ki, taktiki, daha doğrusu oyun epizodu. Nə deyirsən də deyə bilməzsən. Deyə bilmir, aydın məsələdir. Əslində hələ onu da demir. Əslində yəni əslində yəni Türkiyənin epizodunda da biz bilmirik o adam təhqir eləmişdi, eləməmişdi. 100% səndirəm ki, 2 qırmızı kart olub bu turnirdə, ondan ikisi də Latin Amerika. Elə iyrənc şeyləri Braziliyadan başqa bütün Latin Amerikalılar eləyir. Yəni o 100% Almiron Mert Müldürü söyürdü, 100% elə şeylər var. 100%. Orada heç bir mənim tərəddüdüm yoxdur. İspanca söyürdü. Mert Müldür Niderland futbolunun məktəbidir. Niderlandca, Almanca, Türkçə, İngiliscə danışır. İspanca bilməyə bilərdi. O qayda gözəl qaydadır. Amma yəni bu Kukurela vaxtında ayılır. Çünki Kukurela 1 saniyə geciksəydi, orada onun salam əleykum verəcəklər. Mən amma Messidən gözləməzdim. Elə bir addımı mənim üçün normaldır. Yəni mən Messini küçümsəmirəm ha. Amma o Argentinalıdır. Yəni ürəyi istəyən, yəni ingiliscə bilən bir adam varsa, onun PDF-ini də yükləyə bilərsiniz. Jonathan Wilson biz hətta əlindən xahiş edərik ki, onun bir növ şəklini, cover-ını qoyar. Möhtəşəm kitabdır və o Argentina futbol tarixindən danışır. Messi Barselonada böyüsə də yenə də günün sonunda Argentinalıdır və nəzərə alaq ki, adam hardasa
33-34 yaşına qədər millidə uğursuz idi. Sonradan millidə öz layiq olduğu statusu qazanıb. Belə mən əslində mövzular biraz da var danışmalı. Biz çox milli haqqında danışmadıq, Niderland haqqında danışmadıq, Mərakeş haqqında danışmadıq. İndi bu dəqiqə yadıma düşməyən bəzi millilər var, onlar haqqında danışmadıq. Bilirəm ki, rəylərdə onu da bizdən gözləyənlər var. Biz dünya çempionatı boyunca Niderlandda ümumiyyətlə danışmamışdıq yadındadır. Çatdırmırdıq. Ən böyük məşqi iflaslarından biri Ronald Koemanın oyun sistemi idi. Mərakeşdə maçda etdiyi dəyişikliklər. Onu da danışmadıq. Almaniya haqqında danışmadıq bu videoda. Mən bilirəm, yəni onun fərqindəyik. İzləyicilərə buradan deyirəm ki, onun fərqindəyik. Sadəcə özünüz də görürsüz də videonun müddəti bu dəqiqə çox uzundur. Bu da bizim ilk belə deyə eksperimental videomuzdur bu formatda. Biraz da reaksiyanı ölçək, görək insanlar üçün bu qədər uzun video necədir, yorucudurmu, izləyirlərmi, normalmı izləyirlər, normaldan. Hətta təklif edirəm ki, bir rubrikamız, bir hissəsi olsun. Mövzunu öncədən elan eləyərik. Əgər uğurlu olsa, suallar da ala bilərik. Sualları seçib nicklərinin adını demək şərti ilə o suallara cavab verməyə çalışacağıq. Elə də eləyə bilərik, bəli. Ona görə də bizi üzürlü saysınlar. Yəni indi əhatə eləyə biləcəyimiz qədər elədik. Bir də ən sonda bu formatın adı ilə bağlı demək istəyirəm ki, adı hələ seçməmişik. Amma versiyalarımızdan biri nə idi? Uzatmalar. Həm üçüncü isə. Həm oyundan sonradır deyə, həm də biraz uzun-uzun danışırıq deyə. Uzatmalar əslində mənim belə ürəyimə yatır, amma bilmirəm ki, biz Azərbaycanca bu sözü işlədirik, yoxsa bu türkçədir. Biraz belə mənim malda ona görə qalmışam. Belə bir də üçüncü hissə. Yəni oyun oldu, bitdi. İndi üçüncü hissədə biz çıxış edirik. Bu iki addan birini qoymaq istəyirik bu formata. Onu da izləyicilər seçsin. Hə, əgər səs vermə mümkündürsə bu videoda bax burada bu dəqiqə səs vermə çıxacaq. Oradan səs verə bilərlər. Əgər onu eləyə bilməsə rəylərdə yazarlar öz fikirlərindən əlavə. Format haqqında da belə deyə geri dönüş gözləyirəm mən izləyicilərimizdən ki, bizə bir kömək olsunlar da, konstruktiv bir geri dönüş versinlər ki, nə yaxşıdır, nə pisdir, davam eləyəkmi bu formatı, yoxsa eləməyək? Daha çox animasiya istəyirsiniz, nəsə qrafa istəyirsiniz, nə istəyirsiniz onu deyə bilərsiniz. Bu da qəşəng məqama toxundun. Çünki analitika videolarımızın rəylərində mən görürəm ki, insanlar bizi müxtəlif momentlərdə izləyirlər, müxtəlif anlarda izləyirlər. Yəni yemək yeyəndə izləyən var, yatmamışdan əvvəl izləyən var. Yəni həmişə onlara maraqlı olmur da epizodları görmək, qrafika görmək, animasiya görmək. Bəli, bizə ona görə də biz bu formatı yoxlayırıq. Çünki mən özüm də eləyəm ki, mən əgər analitika videosu izləyirəmsə, orada artıq ritual kimi oturmalısan, baxmalısan. Amma bir də var ki, çox vaxt YouTube açıq olur, bəlkə də YouTube'un 60%-i məndə ancaq dinləmə olur, podkast olur. Ona görə əziz dostlar, bu yenə də ilk cəhdimizdir. Siz sərbəst olaraq fikirlərinizi bildirin, necə ola bilər, bəlkə minimal animasiya olsun, ya nə bilim hansısa qrafik olsun və onun üzərində danışaq. Yoxsa sizə belə rahatdır, sadəcə dinləyirsiniz. Öz fikirlərinizi rahat şəkildə bildirə bilərsiniz. Çünki biz bunu ən azı ayda bir dəfə yoxlaya bilərik ki, hansısa qlobal bir mövzuya, dediyim kimi Azərbaycan klubları Avroliqada, Çempionlar Liqası ümumiyyətlə. Çempionlar Liqası, Avropa Liqası, bizimkilərin ümid edirəm ən azı 2 komandamız Avropa Liqalarında olacaq, yəni Avropa Liqası və ya Konfrans Liqası, EPL, İtalyan seriyası, hansına ki normalda biz heç mövzu çoxdur. Yəni bu mövzuların hamısını bu tərzlə, bu konseptlə əhatə edə bilərik. Əsas ölçək reaksiyanı. Görək ki, izləyicilərimiz bunu istəyir yoxsa yox. Olsun. Belə. Çox sağ olun dostlar. Çox sağ ol Əli. Çox sağ olun.